Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Bu videoda marketlərdə satılandan daha keyfiyyətli, yumuşaq və çox dadlı pryaniklar hazırlayacağam. Əvvəlcə yarı bişmiş məhlulu hazırlayıram. Qaba əlavə edirəm 100 qram ələnmiş un, 200 qram şəkər tozu, çay qaşığının ucunda duz töküb bunları qarışdırıram. Bura əlavə edirəm qaynar isti südü və əlimi dayandırmadan yaxşıca qarışdırıram ki, düyümlər əmələ gəlməsin. Dəyərli izləyicilər, əziyyətə qiymət verərək bizə abunə olmağı və like qoymağı unutmayın. Məhlul ilıq hala çatanda bura əlavə edirəm 1 yumurta, 40 ml duru yağ və ya mənim kimi 40 ml əridilmiş kərə yağı töküb qarışdırıb qoyuram kənara. Qaba əlavə edirəm 350 qram ələnmiş un, 30 qram kakao, 1 dolu çay qaşığı qabartma tozu töküb qarışdırıb və hazırladığım məhlulu bura əlavə edib xəmiri yoğururam. Xəmir bu formada azca ələ yapışan xəmir alınır. Dəzgaha azca un səpib xəmiri oxlovla 6-7 mm qalınlığında yayıram. Və belə bir halqa forma ilə dairələrə kəsib soba listinə yığıram. Bu reseptlə məndə 36 ədəd pryanik çıxır. Yerdə qalan kəsilmiş xəmirləri təkrar birləşdirib bütöv xəmir halına salıb, yenidən eyni qayda ilə oxlovla yayıb dairə formada kəsib listə yığıram. Hazır pryanikləri öncədən isidilmiş 180 dərəcəli sobada 16-17 dəqiqə ərzində bişirirəm. Keçirəm pryaniklərin şəkər kirşanını hazırlamağa. Maskurada qaynanmış soyuq su götürmüşəm və üzərinə 1 paket vanil əlavə edib qarışdırıram. %130 qram pudra şəkərinin üzərinə hazırladığım vanilli suyu əlavə edib qarışdırıram. Pryaniklərimiz pişdi, sobadan çıxardıram.
Pryanikləri şəkər kirşanına bulamaq üçün qaba biraz şəkər kirşanı töküb, soyuyan pryanikləri qaba yığıram. Üzərinə qalan şəkər kirşanını töküb, yaxşıca qarışdırıram ki, pryaniklərin hər tərəfi şəkər kirşanına bulansın. Şəkər kirşanına buladığım pryanikləri belə bir setkanın üzərinə yığıb 30 dəqiqə və ya 1 saat saxlayıram ki, tam qurusunlar. Pryaniklərimiz artıq hazırdır və inanın dəyərli izləyicilər, marketlərdə satılandan çox dadlı və keyfiyyətlidir. Sizlər də hazırlayın, göz haqqınızı halal edin, salamat qalın.